Subyekt, obyekt, Mənsubiyyət. bir də. Xeyr. Subyekt, Obyekt, mənsubiyyət. İndi izah elə. Hərəsinə gəl misaldır. Subyekt nədir? Obyekt nədir? Mənsubiyyət nədir? Mən deməyim də. Niyə sən deməyəsən ki? Məndən ötürü. Yaxşı, subyekt nədir? İcra edən. İcra edən, indi bildiyin nədir? Subyekt nədir? İcra edən. İcra edən o deyil, hamımızıq. Abala, deyil, belə başlayıb. Ortaya bir hərəkət qoyublar. Məsələn, qaçmaq. Hə, qaçmaq varsa bunu eləyən də var. O eləyən var ha, ona deyirlər subyekt. Amma mən sənə tərəf qaçıram ha. Obyektdə səndir. Başa düşdün? Əgər sənin elədiyin hərəkət nəyəsə dəyirsə, məsələn, maşın sürürsən, elədiyin hərəkət maşına toxunur, yəni maşına aiddir. Su içirsən, suya aiddir. Alma yeyirsən, almaya aiddir. Obyekt də bunlara deyirlər. Obyekt döyüləndi, subyekt döyəndi. İndi başa düşün, obyekt, subyekt nədir? Nədir obyekt? Döyülən. Nə mənada yəni döyülən? Sevilən ola bilər. Okey, tamam. Yaxşı. Onda I love you prinsipi ilə mən səni anlayıram. Necə? Niyə I love you prinsipini deyirəm? Çünki onun hamı bilir o cümləni. Subyekt, obyekt və feil prinsipi orada gözəl şəkildə görsənir də. I, subyekt, sevmək, hərəkət, you, səni. Oldu subyekt, feil, obyekt. Yəni bu nümunədə mən səni anlayıram deyir. Mən Deyir, qız, mən əsəb edir. Sən niyə örgənsən ingilisdə? Mən deyə bilərsən. Mən deyim. İndiyə qədər 5 dənə, 10 dənə Qosbüzündən tələbəm oldu. Hamımız eyni cürsüz. Hamımız. Ən böyüyü də nazir idi. Deməyəcəm hansı. O da belə idi. Demək, mən ona dərs dediyim 10 dənə dərsimiz olub, 10 dənə dərsdə 4 dənə söz eşitmişəm. Bəli, xeyr, ola bilər. Ay, niyə örgənsən ingilis dilini? Mən bəs oxudan. Bu danışmaq lazımdır, bu ağız açılmalıdır, yumulmalıdır. Mən bəs oxudan. Oxudan yaxşı tərəfləri, ən yaxşı tərəfə buğalar. Ciddi deyirəm, amma ən yaxşı tərəfləri buğalar. Hə, bu statistikadır, bu ciddi deyirəm, mən ömür boyu bu statistikanı aparmışam. Ən yaxşı tələbələr buğalardır. Çünki yox, çox işləkdirlər, çox mütəhərrişdirlər, çox hərəkətlidirlər.